Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'nın bize verdiği bütün nimetlere göre Allah'a çoklu şükürler olsun. Ve şükür etmek bütün nimetleri çoxaldır. Ve sonra sevgili kardeşler, bugünkü nasihatim gənclərimizədir. Çünki gənclər həyatda böyük rol oynuyor. Ona görə də çalışmaq lazımdır ki, gənclərimiz həm özləri islah eləsin, həm biz də bacardığımız qədər onları islah eləyək, nəsihət eləyək və Allah Subhanahu taala onları neynəsin, doğru yola yönəltsin. Əlbəttə ki, yaşayan insanların əsası gənclərdir, gənclərdən ibarətdir. Və onlar çox çalışqan olurlar, çox hər bir məsələyə güclə, tez yanaşmaqla, cəldliklə və öyrənməklə daha üstündürlər yaşlılardan. Və ona görə də onların azmasına çoxsu çalışır. Düşmənlər həmişə çalışırlar ki, onları azdırsınlar, onları öz yollarına çəksin. Ona görə də həmişə çalışmaq lazımdır ki, gənclərimizi qoruyub saxlayaq. Və gənclik nə deməkdir? Ən birincisi, gənclik odur ki, həddi buluq yaşına çatandan 40 yaşına kimi təqribən bunlar gənclik dövrü sayılır. Yəni, həddi buluq yaşına çatandan 40 yaşına kimi artıq nədir? Gənclik dövrü sayılır. Yəni, insanın aktiv olan bir vaxtıdır. Xüsusən də, məsələn, təzə başlayanda daha çox aktiv olur və daha çox güclü olur. Ona görə də həmin bir vaxt çalışmaq lazım ki, daima onlar azmasınlar və onlar doğru yolda olsunlar. Onların bəzi səbəbləri var azmasının. Yəni, azmasının bəzi səbəbləri var ki, onlar nədir? Təsir edir və onlar gəncləri doğru yoldan azdırır. Və bir kişi dünyasını dəyişəndə övladların yığır, mən deyir, sizə kiçik vaxtıda, balaca vaxtıda, körpə vaxtıda yaxşılıq etmişəm, böyüyəndən sonra da yaxşılıq etmişəm, siz olmayanda da yaxşılıq eləmişəm. Soruşurlar ki, bunu başa düşdük, ey atacan, balaca vaxtı, böyüyəndən sonra bizə yaxşılıq etmişsən, bəs biz olmayanda sən bizə necə yaxşılıq etmişsən? Siz olmayandan qabaq, mən sizi yaxşı insan olması üçün, sizi gözəl tərbiyəli olmağınız üçün sizin ananızı seçdim. Yəni, biri oradan başlayır. Yəni, ana, qadın böyük rol oynuyor. Baxmayaraq ki, bu günləri, yəni bu məsələlərə, yəni ailə məsələsinə çox yüngül və yaxud da ki, çox ziddiyyatlı şeylərlə yanaşırlar. Yox, heç də hələ deyil. Qadının ailədə böyük rolu var, böyük işi var, böyük zəhməti var. Və ona görə də deyir, mən deyir, siz olmamışdan qabaq sizin ananızı seçməkdə, yəni ki, sizə yaxşılıq etdim bununla ki, yəni yaxşı övladlar yetişdirsin. Əlbəttə ki, övladların yetişməsindən səbəbi, yəni birinci dərəcədə əlbəttə ki, anadır. Və birinci odur ki, yəni gənclərimizin doğru yoldan azmasının səbəbi Quran və sünnədən uzaq düşmək. Yəni Rəbbimizin kəlamı, onu yaratan Allahın kəlamından uzaq düşməsi və onun göndərdiyi Peyğəmbərin sallallahu aleyhi və səlləmin yolundan uzaq düşməsi ən birinci səbəbdir azmasına. Çünki Allah Teala yaratdığı qulun heç vaxt pis yola çəkməz, pis yola dəvət eləməz. Baxmayaraq ki, bugün bu yolu pisləyirlər, onları pis göstərirlər, amma heç vaxt pis ola bilməz. Və Allah Teala heç vaxt qullarına zülm eləmir. Və Allah Teala heç vaxt qullarını azdırmır. Və Allah Teala heç vaxt qullarına pislik istəmir. Və onlar özlərinə nə edirlər? Zülm edirlər. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Deyir, kim bizim zikrimdən uzaq düşərsə, yəni Qurandan uzaq düşərsə, ona sıxıntılı bir həyat olar. Və yəni sıxıntı verir, tapa bilmir. Görsən, gənclərimiz yer tapa bilmir. Yəni kasıblıq da, biraz sıxıntılar da insana ləzzət verir həyatda.
çətinliklər bir mərhələ var. Ola bilər ki, anadan olandan sənin pulun, paran olmalı, qızılın olmalı, maşının olmalı. Hələ olmur. Hələ insanlar var, insanlar var ki, anadan olandan pul var, amma görürsən ki, sonra olmur. Yəni bu həyatda Allahın yazısıdır. Görürsən ki, insan kasıb varlılaşır, sıxıntılardan qurtarırsan, yenə sıxıntılar gəlir, və başqa sıxıntılar, səndə olan sıxıntılarda o birisində yoxdur, o birisində olan sıxıntılarda səndə yoxdur. Yəni bu həyatda, bu dünya bizim üçün imtahan dünyasıdır. Bunu yaddan çıxarmaq olmaz. Bu əbədi deyil. Bu dünya bizim üçün işlət üçün deyil. Yəni Allah Taala'nın verdiyi nemətlərdən müəyyən bir vaxta qədər doğru düzgün istifadə etməliyik. Və onu deyir, sonra qiyamət günü kör həşr edərik. Nəyə görə kör? Çünki haqqı görmür. Allah Taala'nın yaddan çıxarmışdır. Və ona görə də Allah Taala'nın zikrindən, yəni Qurandan uzaq düşmək olmaz. Yalnız öləndə oxumağın heç bir mənası yoxdur. Dedik ki, onu oxuyub başa düşüb bir daha tərəf qayıtmalısan. Və həmçinin şeytan, ən böyük düşmən nədir? Şeytandır. Şeytan heç vaxt yatmır. Şeytan heç vaxt əl çəkmir insandan. Son nəfəsində kimi ona mübarizə aparır. Çünki bizim ədavətimiz Adəm əleyhissalamın vaxtında başlayır. Ki, Adəm əleyhissalamın vaxtında bilirsiniz ki, Allah Subhanahu taala onu nədir? Rəhmətindən qovdu və o vaxtdan da ədavətə başladı və Allahdan möhlət istədi və dedi ki, mən onlara həmişə nə edəcəm? Yəni yolundan azdıracağım onları. Möhlət istəyəndən sonra. Yolundan azdıracağım və Allah Taala da buyurdu ki, mənim doğru iman sahibləri olan, doğru əqidədə, doğru ixlaslı qullarım sənə heç vaxt onlara heç eləyə bilməyəcəksən. Və səni kimilərlə cəhənnəmi dolduracaq. Və həmçinin gənclərimizin təhsil edən şeylərindən birisi, yəni azmasına səbəb olan, pozulmasına səbəb olan məsələlərdən birisi valideyndir. Bəli, valideynin də doğru, daha doğrusu güclü nəzarəti olmalıdır. Və mütləq şəkildə onu bir gözəl insan kimi, mömin kimi, əxlaqlı, dürüst yetişməsi üçün valideynlərin böyük rolu olur. Valideynlər ona, məsələn, onun himayəsində, çünki o bilmir çox şeyi, cavandır, gəncdir, səhv başa düşür, ən birinci müəllimi nədir? Valideynlərdir onun. Yəni, azmasına səbəb valideynlərin onları doğru yola yönəltməməsində, doğru yolu başa salmamasında olur. Baxmayaraq ki, valideyn övladını istəyir, bəli, ki, onu geyindirir, keçindirir, yeməyin verir və ürəyi istəyən şeyləri alır və bu onunla tamamlanmır. Əksinə, sən onu düzgün və onu başa sala bilmirsən, bir dost kimi, bir övlad kimi və onun həyatı doğru düzgün başa sala bilmirsənsə, dini, Allahı tanıtmırsansa, sən onu məhv edirsən. Sonra da başqa yerlərdə onun üçün nədir? Xilas axtarırsan. Vaxtında onu uşaq ikən gözəl şəkildə tərbiyə eləməlisən, əxlaqlı eləməlisən. Yəni, bu mühüm bir şeydir. Və sonra dedi ki, indiki uşaqlar sözə baxmır. İndiki uşaqlar, bəli, indiki uşaqları sən vaxtından əvvəl alıb, telefon verirsən və yaxud da sən onu məsələn nəzarət eləmirsən, nəyə baxır, nə oynayır, kiminlə deyir, sonra da deyirsən ki, indiki uşaqlara nəzarət eləmək olmur. Bəli, sən müəyyən şeylər var ki, nəzarət eləməlisən, onları keçməməlidir və çox sıxmaq da olmaz, ortada yol tutmalısan. Yəni, hər şeyi qadağan etmək olmaz, amma ki, ona zərər verən şeyləri sən bilməsin, o bilmir. Məsələn, bəzi ölkələrdə görürsən ki, girirlər, görürsən, ayla çıxmır otaqdan. Ayla otaqdan çıxmır, yəni görürsün. Səbəb nədir? Girib oturur orada oyunlarla və yaxud da internetdən ayrıla bilmir, artıq xəstə olur. Bütün uşaqlara təsir edir. Yəni, müəyyən qədər, məsələn, ona lazım olan qədər müəyyən şeylər var. Onları, hüdudların qoruyub saxlamalısan. Və sonra da nədir? Övladının zay olmasından şikayət edirsən. Yəni, başlıca səbəb sənsən. Ən birinci nədir? Görürsən, İbrahim əleyhissalam da dua elədi, zürriyyəti üçün. Bütün peyğəmbərlər, hamısı zürriyyəti üçün dua edir. Yəni, sən birinci dua eləməlisən, Allahdan istəməlisən və sonra səbəbləri tutmalısan. Yəni, qəlblər Allahın əlindədir. Əlbəttə ki, Allah Subhanahu taala səni nədir? Boş qaytarmaz inşallah dualarını, sənin cəhdüvü, zəhməti heç vaxt zaya çıxarmaz inşallah. Və ona görə nədir? Çalışmaq lazımdır ki, övladları doğru, düzgün tərbiyə eləyəsən. Və məsələn, heç yerə getməyə də qoyma. Elə də olmaz. Amma bax, geçsin, orada fayda varsa, orada məsələn,
ona zərər yoxdursa, qoy getsin məsələn. Hara gəldi, buraxır, nə gəldi, bəziləri fəxr eləyir söyüş söyməsi ilə və yaxud da güyamış içki içməsi ilə, sonra da içib gəlib onu da öldürür, döyür. Sözünə qulaq asma, bir müddət başqa bir şey. Bəladır, Allah Teala onu sənə xeyrin heç vaxt verməyəcəkdir, sən ona asi olsun. Bərəkət verən, doğru yola yönəltən Allahdır. Və həmçinin ətrafın, mühitin təsir eləməsidir. Yəni, ətrafda da baxmaq lazım. Yəni, ətraf da çox təsir edir. Nətər ki, həyatda məsələn, görürsən ki, yağış yağanda, yaxşı olanda, yaxşı ağaclar da bitir, otlar da bitir. Və yəni, ətraf yaxşı olmayanda, onlar təsir edirlər. Və əlbəttə ki, insana da onlar nədir? Təsir edir, mühit də təsir edir. Ona görə də ona da baxmaq lazımdır. Gənclərimiz xüsusən ehtiyatlı olmaq lazımdır mühitdən. Yəni, görürsən ki, körlanıb və getdikcə pisləşir, qiyamət gününə yaxın mühit daha da körlanacaq, daha pis olacaq. Və həmçinin pis yoldaşla oturub durmaq, dostlarla. Onlara da həm valideyn fikir verməlidir, həm özü gənclərimiz baxmalıdır, kiminlə oturub durur. Və onun əqidəsinə, onun yoluna, onun əxlaqına, onun başqa məsələlərdə təsir edirsə pis şeylər olmaz. Rasulullah sallallahu aleyhi və səlləm neynədir? Misal gətirdi, ətir satanla dəmirçinin yanında oturanı. Ətir satandan həmişə gözəl iyi gəlir, xeyir deyməsə də, sənə faydası deyməsə, gözəl ətir iyi verir. Amma dəmirçidən sənin paltarı uyandıracaq, həmişə səndən pis iyi gələcək. Yəni, ona görə də nədir? Dostla, yoldaşla elə olmalıdır ki, sənə həmişə nədir? Fayda versin və sənə həmişə faydalandırsın. Və həmçinin boş vaxt. Cavanları məhv edən şeylərdən birisi də nədir? Boş vaxtdır. Boş vaxt gənclərə çox pis təsir edir. Ona görə ki, gənclər boş vaxtların, dediyim kimi, aktiv olurlar olar. Və onlar düzgün boş vaxt keçirtməyəndə onlara təsir edir. Və onların azmasına səbəb olur. Xüsusən də əgər maşını varsa, pulu varsa biraz, artıq başlayır şeytan vəsvəsə verir, başqa işlər görməyə. Ya bunlar heç yaxşı şey deyil. Heç görmüşsünüz ki, maşının pulu olan bir gənc elm tələb eləsin, nəsə icad eləsin. Yox. Görürsən ki, ancaq zay işlərin dalınca düşür. Təkəbbürlü işlərin dalınca düşür. Və yəni, yaxşı şeylərə gelmir. Bu boş vaxt olanda və çalışmaq lazım ki, boş vaxtın olmasın. Çünki Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, insanlar nədir? İki şeydən nədir? Qafildirlər, xəbərsizdirlər. Gəlib keçib gedir, onların xəbəri olmur. Biri nədir? Boş vaxtı, nədir? Boş vaxt deməli, insanın neyniyir? Ömrünü boş yerə keçirdir. Bir də ki, sağlamlıq. İnsan sağlam insan yaxşı işlər görür, xeyir işlər görür. Və həmçə də başqa bir hədisdə də gəlir ki, Rasulullah sallallahu aleyhi ve sellem neyniyir? Deyir ki, sağlamlığından, xəstəliyin üçün, boş vaxtından, yəni, məşğul olan vaxtın içində ilə faydalan. Yəni, çalış ki, sənin vaxtın keçməsin, yəni, faydalı işlər gör. Və sonra həmin vaxtda sən özünə bir şey toplaya bilərsən, sevap toplaya bilərsən və yaxud da dinin üçün, dünya üçün, ahirətin üçün. Və həmçinin varlıq. Varlıq da təsir edir. Görürsən ki, hər şey var və başlayır nədir, məzəralar axtarmağa və düşür fitnəyə, fəsada, azır. Ona görə də çalışmaq lazımdır ki, bu məsələlərdə gənclərə nə edəsən, nəsiyyət verəsən, tövsiyə verəsən gənclərimiz bu şeylərə fikir verməlidirlər, baxmalıdırlar. Və məsələn, təkəbbürlük olmaz, azğınlıq eləmək olmaz. Allah Subhanahu taala sənə var dövlət də veribsə, ondan düzgün istifadə eləməlisən, xüsusən də gənclərdə varsa bu, daha da pis təsir edir. Və Rasulullah sallallahu aleyhi ve sellemin tərbiyəsinə baxın ki, Ömər radiyallahu anhına əlində bir vərəq gördü Tövratdan. Görürsən, qəzəbləndi ona. Qəzəbləndi ona. Dedi, ondan da Allah Teala sənə gözəl bir kitab nazil edib, Quran. Ya nəyə görə? Çünki ola təhrif olunmuşdu və azdıra bilər səni. Ömər radiyallahu anh'a Resulullah sallallahu aleyhi ve sellem acıqlandı. Yəni olmaz. Yəni ona görə də təsir edən şeylər var. Məsələn, cihazlardır və bunlar, məsələn, kitablardır. Məsələn, düşmənlərimizin fikirləridir, düşmənlərimizin təbliğatıdır. Yəni hər kəsən öz təbliğatını apar. Və bilirsiniz ki, hətta gör nə dərəcəyə gəlir ki, birinci əqidə gedir.
yəni inam gedir. Onlar hamısı boş şeydir. Yəni belə şeylərlə birinci insanların qəlblərini boşaltırlar, sonra elə özləri istəyən şeyləri doldururlar. Hətta görün nə vəziyyətə gəlib ki, gənclərimiz də, yaşlılar da, yəni nə edirlər, başqa bir ölkədən imdad istəyirlər ki, nədir? Mədət umurlar ki, gələcək bunları ağ günə çıxardacaq və bunlar yaxşı yaşayacaqlar. Ən birinci Allaha şirk qoşurlar. Çünki ruzi verən Allahdır. Və sonra da heç vaxt sənin, heç kəs öz marağı olmasa istəməz ki, sən xoş gün yaşayasın. Onun öz marağı yoxsa. Gör, nə qədər qəlblər xəstə olur ki, nə qədər qəlblər boş olur ki, istifadə edirlər. Və öz ölkəsinin, nədir, dövlətinin dağılmasına, xaraba qalmasının, yəni yaxşı baxır. Ona normal baxır. Gör, nə tər təbliğat gedir. Bunlar müsibətdir. Öz ölkəsinin başçısının, nədir, gəlib məhv eləməsinin qapı açır. Çoxdur belə yerlər və nəticələrini də gördünüz. Hamısı elə bilirdi ki, xoşbəxt oldu deyirlər və heç kəs onu görmədi. Hamısı da peşman oldu, şahid edirlər, düzdürmü? Və görürsən, bax budur. Və xüsusən də gənclər belə şeylərdə aktiv olmaq, qızışdırırlar, sən yaxşı yaşamalısan, sən belə edirsən, sən hələ, amma aslında onu görmürlər. Və ona görə də, nədir, bunlar pis şeylərdir. Və həmçinin sıxıntıda olanda, yəni kasıbçılıqda olanda, gərək nədir, səbr eləyəsən. Və bəzən görürsən ki, gənclər gedirlər kafir ölkələrinə. Nə var, orada biraz, məsələn, müəyyən bir yaşayış var. Və sənin uşaqların artıq o cür böyüyəcək. Və sənin uşaqların sabah oranın əskəri ki, müsəlmanların üzərinə gələcəkdir. Sən bunlara fikirləşmirsən. Və əlbəttə ki, yəni yalandan vətənin deməklə deyil. Öz vətənini sevməlisən. Və əlbəttə ki, vətəndə çətinlik də olar, çıxıntılar da olar. Yəni bu şeylərə səbirlə yanaşmaq lazımdır. Hər bir çətinlikdən sonra asanlıq gəlir. Və cahillik pis şeydir, təsir eləyir gənclərin pozulmasına. Mütləq elmlə, dini və dünyavi elmlərlə məşğul olmalıdır. Dini elm insanın mənəviyyatını saflaşdırır, əxlaqını saflaşdırır, fikirlərini saflaşdırır. Dünyavi elm də onun zahiri yaşayış tərzinə təsir edir. Və həmçinin sərxoş edici narkotikdir, içkidir. Bunlar gəncləri məhv edən şeylərdən birisidir. Onun kişiliyin, onun dürüstlüyün, sağlamlığın əlindən alıb, fikirlərin əlindən alıb və nədir, bunlar onlara çox pis təsir edir. Və həmçinin bəzi yerlər var ki, onlara məsələn, gəncləri oraya getməsi məsləhət deyil. Həmin yerlər onları pozur və onları neyniyir, təsir edir. Və həmçinin, məsələn, bəzi filmlərdir, kinolardır və yaxud da xəbərlərdir, görürsən ki, onlar zərər verir. Baxmayaraq ki, yəni belə zahirən yaxşı görsənir və onlara təsir edir. Və həmçinin bəzi şeylərə qulaq asmaq. Olar ki, haramdır, olar ki, olmaz, olar ki, fəsad verir, nədir? Təsir edir. Ona görə də inşallah uzaq durmaq lazımdır fəsad verən hər bir şeydən və əlbəttə ki, bunlardan uzaq durmayanda əlbəttə ki, onun bir gün nəticəsi olur, ağır nəticəsi olur, Allah bizi qorusun. Və həmçinin islah eləyən insanlarla bir yerdə olmaq, islah eləyənləri sevmək lazımdır. Və əlbəttə, hər bir şeyi xoşlayırlar. Amma onlar nəsihət eləyənləri heç vaxt sevmirlər insanlar. Tarix boyu belə olur. Nəsihət eləyənləri heç vaxt sevməzlər. Yəni, islah olmağı sevərlər, deyər düzdür, amma ki, gələndə ki, nəsihət edək ki, bunu elə sevməzlər və çalışmaq lazımdır. İslah eləyənlərlə bir yerdə olmaq lazımdır. Və həmçinin hər bir məsələdə görürsən ki, azadlıq deyirlər. Əlbəttə, insan azaddır. Amma hər şeydə bir hüdud var. Yəni, o hüdudları keçmək olmaz. Yəni, bunlar insana xas olan şeylərdir ki, onları keçmək olmaz. Yəni, azadlığın da bir dərəcəsi var, bir yeri var. Və onu keçmək olmaz. Bəzən görürsən, biri deyir ki, azadlıqdır, mən cinsimi dəyişirəm. Gənci də ağlı çatmır. Və məsələn, onu düz görür və yaxud da məsələn, pozğunluq eləyir, azğınlıq eləyir. Deyir, azadlıqdır, mən nə istəsəm eləyə bilərəm, narkotik alübdəçisi olur və s. və s. Saydıqdır, qutarma olmur. Bu demək deyil ki, azadlıq, sənin ki, həd yoxdur, nə istəsən eləyə bilərsən. Bu düzgün fikir deyil. Çoxsa azadlığı belə şey üçün başa düşür. Yox, yəni pis şeylər eləmək olmaz. Azadlıq əlbəttə insan azaddır. Amma ki, bəzi şeylər var ki, olmaz. Və ona görə də bu məsələlərdə yenə də ehtiyatlı olmaq lazımdır, çəkinmək lazımdır və ibadətlərdə möhkəm olmaq. Əlbəttə ki, insana ibadətlərdən uzaq düşəndə, qabaqdan Ramazan gəlir, Ramazan ayında yəni xeyirli ay, həm nəfsi özü idarə edirsən, yəni islah edirsən, daha doğrusu çalışırsan
və həmçinin yaxşı işlər görürsən, oruç tutursan, oruc açdı ver, sədaqə ver, imkansızlara kömək etdirlə, yəni ehtiyacı olan yetimlərə, yoxsullara əl tut. Bu ayda Allah Taala sənə xeyir versin, çalış və bu xeyir işləri gör ki, sənin üçün yaxşı olsun. Yəni bu ayda, yəni ona görə də nədir, həmin vaxtlardan da istifadə etmək lazımdır. İbadətlərdən, yəni ibadətlər heç vaxt insana zərər gətirmir. Və həmçinin iman məsələsində insana ən təsir edən şey əlbəttə Allahdan dua eləyib istəmək ki, Allah onu islah eləsin. Həm valideynləri, həm özü Allahdan nədir, bağışlama və istiğfar etməsi və Allahdan yardım istəməsi. Allahdan istəyirəm ki, Allah bizi və gənclərimizi islah etsin, doğru yola yönəltsin. Allah Teala onları pis vərdişdən uzaq etsin. Və Allah Teala onları pis əxlaqdan uzaq etsin. Gözəl əxlaqlı, savadlı, imanlı vətənimizə, gələcəyimizə xeyirli övladlar etsin gənclərimizi. Allah Teala bizi də islah etsin, doğru yola yönəltsin, hidayət versin, iman versin. Allah Teala xalqımıza, cəmaatımıza, qohum əqrəbəmizə hidayət versin, doğru yola yönəltsin. Allah Teala bizə xeyir qapıları açsın. Allah Teala bizə mərhəmət qapıları açsın. Allah bütün müsəlmanlara kömək olsun. Allah əskər balalarımızı qorusun. Allah Teala ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Allah Teala ölkə başçımızı qorusun və onun xeyir üzərində eləsin. Və Allah Teala bütün müsəlmanları bütün şərdən, fitnədən, fəsaddan qorusun. Allah düşmənlərimizi məhv eləsin. Öz fitnələrini öz başlarında çatlasın. Subhanəkəllahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.